Erməni əskərin Azərbaycan hərbiçilərinə qarşı etdiyi təxribatın görüntüləri yayılıb. Kaliber-Azın yaydığı görüntülərdə erməni əskərin sərhəddə xidməti postunda təxribat törətdiyi, əvəzində isə Azərbaycan hərbiçilərinin təmkinli və peşəkar davranışı öz əksini tapıb. Qeyd olunur ki, erməni hərbiçilərinin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əskərlərinə qarşı təxribat xarakterli addımları Avropa İttifaqı missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulativ məqsədləri üçün istifadə edir. Nəticələrin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Ermənistanın bu təxribatları ya ordudakı intizamsızlığın göstəricisidir, ya da əvvəlcədən planlaşdırılmış ssenaridir. Hər iki halda eskalasiyanın əsas səbəbkarı İrəvandır, məlumatda qeyd olunur.